Hansı ifadələr maqnit selinin vahidinə uyğundur? Bir neçə dənə kəmiyyətin içərisində maqnit selinin vahidini tapa bilərik. Birinci, məsələn, induktivliklə olan düsturla, tutaq ki, f-ni induktivliklə olan düsturunu yazırıq. L vurulsun E, yəni induktivlik vurulsun cəryan. Burada da induktivlik Henry'dir. Vahid olaraq belə yazsaq. Burada induktivlik Henry'dir. Yazırıq Henry vurulsun amper, yəni cəryan şiddət. Demək ki, avtomatik birinci variant, birinci bənd doğrudur. Buna işarə qoyduq. Daha sonra yəni maqnit selinin vahidi Weber'dir də, burada Weber bərabər olacaq. Henry vurulsun amper. İkinci induksiya elektrik hərəkət qüvvəsinin düsturu ilə burada da olacaq fi, səliqəsiz yazdım. Burada da olacaq fi bərabərdir. Epsilon vurulsun delta t. Burada da vahidlə yazsaq, elektrik hərəkət qüvvəsini volt olaraq yazacaq. Zamandakı məlum məsələdir ki, saniyə volt və saniyəni uyğun götürürük. Yəni bircə burada 1 uyğundur, bir də 3 uyğundur. Digərlərinə aid heç bir, daha doğrusu 10 vurulsun metrə aid fi, yəni maqnit selinə aid heç bir düstur yoxdur. Ona görə də doğru cavab A neymiş biləcək? 1, 3 hansıdır? B. Aha, B olacaq. 33-ə baxırıq. Kütləsi 1,5 ton olan avtomobil 10 metr bölü saniyə sürətlə əyrilik radiusu 20 metr olan qabarıq körpü üzərində bərabər sürətlə hərəkət edir. Körpünün tən ortasında avtomobil ona hansı qüvvə ilə təsir edər? Gəlin şəkli çəkək. Demək, bu şəkildə də avtomobili körpünün tən ortasında qeyd etdik. Demək, deyir ki, V bərabərdir 10 metr bölü saniyə sürətlə, bu tərəfə doğru bərabər sürətlə qeyd edək buradan. V bərabərdir konstant. Bərabər sürətlə hərəkət edir. Deyir, körpünün tən ortasında avtomobil ona hansı qüvvə ilə təsir edər? Deməli, bunu biz bir çevriyə tamamlayaq. Körpünü xəyali olaraq çevriyə tamamladıq. Məsələnin şərtində verilən əyrilik radiusunu çəkmək üçün belə bir radius əlavə etdim ki, orada yazacaq, buradakı radius nəyə bərabərdir? 20 metr. Bizə deyir ki, 20 metrdir. Bu körpünün əyrilik radiusu 20 metrdir. Avtomobil də V sürəti ilə istiqamətini görürsünüz, bərabər sürətlə hərəkət edir və bizə deyir ki, körpünün tən ortasında avtomobil hansı qüvvə ilə təsir edir ona? Burada neyinirik? Verilənləri bax yazıb. Deyir ki, kütlə 1,5 tondur, sürət verilib, əyrilik radiusu verilib, J verilib. Gəlin bunu biz Newton 2-ci qanuna tətbiq edirik bura. Burada necə edirik? Newton 2-ci qanuna əsas. Ümumiyyətlə, burada görürük ki, cismə tam mərkəzdən aşağıya doğru ağırlıq qüvvəsi təsir edir və onun da əksinə normal bir təzyiq qüvvəsi, yəni reaksiya qüvvəsi təsir edir. Bunların fərqini də biz bərabər edəcək nəyə? Burada görürsünüz, biz qabaq körpünü çevrəyə tamamlamışıq və bu qüvvə avtomobili körpünün üzərində saxlayan qüvvə mərkəzi qüvvədir. Həmin mərkəzi qüvvəndə bir düsturu var ki, mv kvadratı bölünsün r olacaq. Mv kvadratı bölünsün r olacaq. Deməli, burada m'lər verilib, radius verilib, əyrilik radiusu 20 metrdir. Gəlin, yerinə qoyaq, yazaq biz burada. Təzyiq qüvvəsini, normal reaksiya qüvvəsini tapaq. Buradan təzyiq qüvvəsi bərabər olacaq. Biraz balacalaşdırım ki, buradan təzyiq qüvvəsi bərabər olacaq. mj çıxılsın mv kvadratı bölünsün r-ə. Yerinə qoyaq. Yazaq burada. Başqa rənglə qeyd edəcəm. Yerinə qoysaq burada yazsa olacaq 1500, 1,5 tondur da. 1500 vurulsun onun kvadratı. Gəlin birinci bunu belə edək. Demək, yerinə qoyuruq. Yerinə qoyaq, yazaq. $1500 vurulsun 10, çıxılsın 1500 vurulsun 10 üstü 2 bölünsün 20. Buradan daha sonra təzyiq qüvvəsini düsturdu da. Yazıq elə reaksiya qüvvəsi bərabərdir. Tezdən buradan reaksiya qüvvəsi bərabərdir. Demək, 1000, daha doğrusu 15000 çıxılsın
7500. Buradan da beraber olacaq 7500. Və bunu biz kilonewtonla hesablasaq 7,5 kilonewton olacaq. Cavab Y variantı. 34-də baxırıq. Tezliyi tənzimlənən dəyişən cəryan generatorundan qidalanan dövrənin sxemi verilmişdir. Tezliyin müəyyən qiymətində hər iki lampa eyni parlaqlıqla közərir. Tezliyi azaltdıqda lampaların parlaqlığı necə dəyişər? Baxaq. Deməli, bizə verilib nə? Dövrə paralel birləşdirilmiş iki qoldan ibarətdir. Qarşımızda duran dövrə. Bax, lampa 1-ə. Lampa 1-ə görürsünüz, sarıqac qoşulub. Ona görə də bunun induktiv müqavimətinin düsturunu yazmalıyıq. Yazaq. XL bərabərdir omega L. Burada omeganı açsaq 2 pi nü vurulsun L olacaq. Burada nü azalanda XL induktiv müqavimət azalır. Bax, XL azalır. Nü azalanda XL azalır. Baxırıq, İB birinci lampadan gedir də söhbət ümumi 10-u bölürük nəyə? İnduktiv müqavimətə. Belə olduğuna görə müqavimət azaldıqda cəryan şiddəti artacaq. Müqavimət azaldıqda cəryan şiddəti artacaq. Bu da lampa 1-in parlaqlığının artmasına səbəb olacaq. Lampa 1-in parlaqlığı artacaq. 1 artar. İkinci lampada isə ora rezistor qoşulub, yəni aktiv müqavimətdən söhbət gedir. Yəni R-dən gedir. R-lə də bağlı, yəni ikinci lampanın düsturunu R-lə də bağlı. Ümumi 10-un R-ə nisbətidir. Burada da tezlik olmadığına görə tezlik azalsa belə bu dəyişməyəcək. Cavab D variantı olacaq. Artar. Birinci lampanın parlaqlığı artar. 2-də dəyişməz. Fotoeffekt zamanı udulan fotonun tezliyi 8 vurulsun 10 üstü 14 Hz-dir. Cəryan şiddətinin katodla anod arasındakı gərginlikdən asılılıq qrafikinə görə elektronun katoddan çıxış işini hesablayır. Verilənləri yazım. Demək, verilənləri yazdığı bir də baxın, orada nə yazılıb görürsünüz. Burada 0,6 nöqtəsi var. Cəryanın 0 olduğu, cəryanın sıfırıncı, cəryan şiddətinin 0 olduğu nöqtə mənfi 0,6, baxın, qeyd edim görün. Mənfi 0,6 voltdur. Onu da bura qeyd edir, o da sıfırıncı sayılır da. O sıfırıncı bərabərdir 0,6 volt. Belə götürürük. Orada qrafikdə mənfi yazılmış olsa belə qiymətini, mənfini nəzərə, mənfini götürmürük. Mənfi sadəcə qrafikdəki istiqamətlə bağlıdır. Aha. Demək, neyini? Burada hansı düsturdan istifadə edəcək? Gəlin yazaq. H-nü, yəni Einstein, fotoeffektin Einstein tənliyindən istifadə edəcəyik. H-nü bərabərdir A çıxış işi üstə gəlinsin kinetik enerji. Kinetik enerjinin özünün olan düstur, yəni maksimal kinetik enerjidən gedirsə, buradakı YK maksimal kinetik enerjidir və onun düsturu yazırıq buradan. YK bərabərdir elektron vurulsun U sıfırıncı. Burada deməli çıxış işini biz belə yazacağıq. A çıxış bərabərdir. H-nü çıxılsın, Y vurulsun, U sıfırıncı. Burada hesablama bölməsinə keçir. Mən bəzi ortalardakı xırda hesablamaları videonu dayandırıb hesablayıb gələcəm. Anidən başqa bir rəqəm görsəniz ortada, yəni birinci hesablayıb geri dönürəm. Aha. Yazıq, H-nü bərabərdir 6,6 vurulsun 10 üstü 34, mənfi 34 yəni, bunlar verilənlərdir. Vurulsun 8 vurulsun 10 üstü 14 bərabərdir, dayandıraq. Aha, 52,8 vurulsun 10 üstü mənfi 20 joule. Elektron kinetik enerji isə YK. Gəlin bir yazaq, YK. Burada nəyə bərabər olacaq? 1,6 vurulsun 10 üstü mənfi 19 vur 0,6 bərabərdir 0,96 vur 10 üstü mənfi 19. Buradakı çıxış işini yazırıq A. A çıxış bərabərdir 5,28 vurulsun 10 üstü mənfi 19 çıx 0,96 vur 10 üstü mənfi 19 bərabərdir 4,32 vur 10 üstü mənfi
9. Nəticə etibarilə cavabımız bu eləyəcək. 4,32 vurulsun 10 üstü mənfi 19. Hesablamalara görə elektronun katoddan çıxış işi qiyməti budur. Cavab Y variantı olacaq. Baxırıq 36-ya verilmiş kütləli bir atomun ideal qazan diaqramın K nöqtəsinə uyğun halında təzyiqi 20 kilopaskaldır. Qazan M və N nöqtələrinə uyğun halında təzyiqini müəyyən edin. Qrafika diqqətlə baxın. Görün, bizə deyir ki, baxın, K nöqtəsində deyir 20-dir. Görürsünüz, K nöqtəsində nə T oxunu kəsib, nə V oxunu. Yəni, bu bariz şəkildə görünür ki, izobar prosesdir. İzobar prosesdə də təzyiq sabit qalır. Təzyiq sabit qalırsa, deməli, bu xət üzrə, baxın, bu K-dan M-ə qədər, burada 20-dirsə, burada da 20 olacaq. Amma M-dən N-ə keçdikdə görürsünüz necədir. Burada bu zaman baxırıq ki, bu izoxor prosesdir. Temperatur azalır, görürsünüz aşağıya doğru gedir də. Məsələn, buradaydısa, bu hissədə idisə, gəlin dama ilə deyək, bu hissədə idisə, 2 dama aşağı düşür. Temperatur 2 dama aşağı düşür. Deməli, 2 dama aşağı düşürsə, təzyiqin qiyməti də 2 dəfə elə onun qədər aşağı düşəcək. Və təzyiq burada 20 idisə, M də 20 idisə, M də 20 olmalıydı. 2 dəfə temperatur qədər azalmalıdır, 10 olmalıdır. Cavab D variantı olacaq. Qapalı keçirici konturla hüdudlanmış səthdən keçən maqnit seli Fi bərabərdir 4/5T qanunu ilə dəyişir. Hansı qrafik bu konturda yaranan induksiya elektrik hərəkət qüvvəsinin modulunun zamanınaslıq qrafikini ifadə edir? Gəlin qaydanı xatırlayaq. Bir konturda maqnit seli zamanla dəyişəndə orada induksiya cəryanı və induksiya elektrik hərəkət qüvvəsi yaranır. Bunun da düsturu baxın belədir. EI modulda təbii ki bərabərdir delta Fi bölünsün delta T. Yəni biz maqnit selin necə dəyişdiyinə baxa bilərik burada. Belə məsələyə bunu belə tətbiq edək. Bizə verilib Fi bərabərdir 4 üstə gəlinsin 5T eləmi? Burada 4 maqnit selin başlanğıc qiymətidir. 5T isə onun zamandan necə artdığını göstərən bir qiymətdir. Bu düsturda T-nin qarşısındakı rəqəm var. Baxın 5 T-nin əmsalı. Baxın həmin 5, həmin rəqəm maqnit selin hər saniyədə nə qədər dəyişdiyini göstərir. Hər saniyədə maqnit selin nə qədər dəyişdiyini göstərir. Yəni maqnit seli hər saniyədə 5 Weber artır. 5 Weber artır. Nəticəni isə belə deyə bilərik ki, maqnit seli dəyişmə sürəti sabit olduğuna görə yaranan induksiya elektrik hərəkət qüvvəsi sabit qalacaq. Heç vaxt dəyişməyəcək. Yəni B variantına baxın, 5-də necə dəyişmədən sabit qalıb. Baxın, bizim də düzgün cavabımız budur. 39-a baxırıq. 2 vurulsun 10 üstü mənfi 26 kiloqram kütləli yüklü zərrəci induksiyası 20 milli-tesla olan bir cins maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar istiqamətdə 1,6 vurulsun 10 üstü 5 metr böl saniyə sürətlə sahəyə daxil olur. Zərrəcinin cızdığı çevrənin radiusu 50 cm olarsa, onun yükünün qiymətini hesablayın. Burada verilənlərə baxırıq. Burada yazıb M 2 vurulsun 10 üstü mənfi 26. Gəlin, verilənləri yazım, sonra geri qaydım. Demək, burada M dedi 2 vurulsun 10 üstü mənfi 26 kiloqram maqnit induksiyasına fikir verin. Orada 2 vurulsun 10 üstü mənfi 2-yə qədər sadələşdirmişəm. V-də də metr böl saniyəyə çevirmişəm. R-dəki metrinə 0,5 metrdir. Düstura baxırıq. Hansı düsturla yazılacaq? Deməli, burada biz düstura baxmaz qeyd edək ki, bunların hamısını eyni vahidə gətirdik ki, bizim üçün hesablama daha rahat olsun. Yazırıq, düsturu belə yazırıq. Burada R bərabər olacaq. MV bölünsün Q. Biz bu düsturdan istifadə edəcəyik burada. Bu düsturdan istifadə edəcəyik. Buradan yükü tapaq. Buradan yükü tapdıqda Q bərabərdir. MV bölünsün RB olacaq. Hesablamaya keçək. Q bərabərdir. Mən videonu dayandırım. Ya da bircə deyib demək. 2 vurulsun 10 üstü mənfi 26 vurulsun 1,6 vur 10 üstü 5 bölünsün. Burada da R-in yerinə 0,5 vur 2 vurulsun. Videonu dayandırmağa ehtiyac qalmadı.
Biraz sürətli işlədik. Aha. Daha sonra burada 2 bir tam onda 6 eləyəcək 3 tam onda 2. 3 tam onda 2 var olsun. 10 üstü mənfi 21, 20, mənfi 26 ilə 25 qalır. Bölünsün 1 var olsun. 10 üstü mənfi 2. O da bərabər edəcək 3 tam onda 2 var olsun. 10 üstü mənfi 19 kulon. Cevabımız burada C variantına uygun gəlir. Demək, Euler Venn diaqramında uyğun bəndləri müəyyən edin. Müstəvi hava kondensatorlardan biri sabit gərginlik mənbəyinə qoşulmuş, digəri isə yükləndikdən sonra mənbədən ayrılmışdır. Hər iki kondensatorun lövhələri arasındakı məsafəni azaltdıqda nə baş verir? Euler Venn diaqramından istifadə edək. Dayandırın, buranı silim mən. Əvvəlcə bildiklərimizi bura tətbiq edək. Məsələn, əsas məlumatları yazaq. Bax, biz bilirik ki, kondensatorun tutumu nəyə bərabərdir? S bərabərdir. Epsilon 0, S bölünsün D. Bu, bilməli olduğumuz əsas məlumatdır. Lövhələr arasındakı məsafə var. Bax, bu D. Bax, bu D-ni deyir ki, azaldanda, bunu azaldanda tutum artır. Bunu yadda saxlayaq. Təhlil də keçsək, burada mənbəyə qoşulmuş kondensator deyəndə, burada gərginlik sabit olur. Bu konstant olacaq. Tutum artacaq. Tutum deyib gərginlik yazıram. Bircə dəqiqə. Tutum artacaq. Yük də artır təbii ki. Nəyə görə yük artır? Çünki burada Q bərabər, bircə dəqiqə tutumun artdığını mən qeyd edim. Burada Q nəyə görə artır? Çünki Q bərabərdir. S vurulsun U olacaq. Ona görə də yük artır. Belə yazım kənarından. Yük artır. S artdığı üçün yük də artır. Enerji necə olur? Enerji burada V bərabər olacaq. S U kvadratı bölünsün 2 olduğuna görə o da artacaq. Enerji də artacaq. Qeyd edək belə. İkinci tərəfdə əvvəlcə belə yazaq, sonra ümumiləşdirərik. İkinci tərəfdə mənbədən ayrılmış kondensator. Burada mənbədən ayrılmış deyəndə yükə sabit deyirik. Mən buranı boşuna sildim. Deyəsə hamısını burada qeyd edirəm elə. Burada Q bərabərdir konstant olacaq. Tutum burada artacaq. Çünki D azalır. Mənbədən ayrılmış kondensator. Q sabit. Tutum burada mənbədən ayrılmış. Q sabit. Tutum artacaq. S yazıram. Burada artacaq. D azaldığı üçün gərginliyin də qiyməti U bərabərdir. Q bölünsün S'dir deyə o da azalacaq. S artdığı üçün o da azalacaq. Enerji də necə olur? V və W bərabərdir. Q kvadratı, çünki Q konstantdır. Q'nun olduğu düsturunu seçirik. 2Q kvadratı bölünsün 2S. Bu da azalacaq. S artdığı üçün. Deməli, bunları indi hamısını təsnif eləyək. Hara nə aiddir? Birincidə deyir ki, elektrik tutumu artır. Elektrik tutumu artır hər iki hal üçün uyğundur. Elektrik tutumu üçün, bənd üçün də məsələn, ortası üçün həm mənbəyə qoşulmuş, həm mənbədən ayrılmış. Hər birində elektrik tutumu artacaq. Sonra 2-də deyir ki, yükü artır. Yalnız mənbəyə qoşulmuş hal üçün uyğundur bu. Yükün artdığı, bax görürsünüz. Mənbəyə qoşulmuş hal üçün yükün artması aiddir. Digərində sabitdir, mənbədən ayrılmış. Yük artır, birinci bənd, yük artır, 2 gedir birinci bəndə. Səliqəli yazaq. Aha. Sonra deyir, lövhələr arasındakı gərginlik azalır. Bunu dedik. Lövhələr arasındakı gərginlik azalır deyəndə, harda azalır lövhələr arasındakı gərginlik? Mənbədən ayrılmışda azalır. Lövhələr arasındakı gərginlik, yəni mənbədən ayrılmışda azalır. Yəni 2-də. 2-də 3 gedir. İkinci bəndə də 3-cü gedir. Sonra deyir, enerji artır. Enerji harda artır? Görürsünüz, mənbəyə qoşulmuşda artır. Mənbəyə qoşulmuş hissədə enerji artır. Yəni, birinci bəndə uyğundur enerjinin artmağı 4-də. Enerji harda azalır? Mənbədən ayrılmışda, yəni ikinci bəndə aiddir 5. Bu da belə getdi. Deməli, 1-ə oldu 2, 4, 1-ə oldu 2, 4, 3-ə oldu 1. Burada enerji azalır deyir. 2, 4, yox, düz bilmişəm. 3-də ancaq 1-dir. Mən də bir anlıq fikirləşdim, nəysə yanlış eləmişəm. Deməli, 1-ə 2, 4, 2-yə 3, 5 və cavab A variantıdır. Doğru cavab. 41-də deyir ki, 41-də
Difraksiya qəfəsinin periodu nə qədər olmalıdır ki, onun üzərinə tezliyi 6 vurulsun, 10 üstü 14 Hz işıq düşdükdə alınan maksimumların ən böyük tərtibi 4 olsun. S bərabərdir 3 vurulsun 10 üstü 8 metr bölü saniyə. Burada bizə verilib nü, K, nü verilib, K verilib, bir də S verilib. K 4'dür. Görürsünüz ən böyük tərtib. K 4'dür. Yazırıq. Nü bərabərdir 6 vurulsun 10 üstü 14. K verilib 4. S-dəki məlum məsələdir. 3 vurulsun 10 üstü 8. Əvvəlcə işığın dalğa uzunluğunu tapaq. Lambda bərabərdir. S bölünsün nüdür. Buradan verilənləri yazaq. S verilib 3 vurulsun 10 üstü 8 bölünsün 6 vurulsun 10 üstü 14. Burada 0,5 6 ilə 3 2-də 1-dir də 0,5 vurulsun 10 üstü mənfi 6 metr, o da 0,5 mikrometr belə deyək. Aha. Difraksiya qəfəsinin düsturu isə nəyə bərabər? Necədir o düstur? Difraksiya qəfəsinin düsturu D sinus fi bərabərdir K lambda. D sinus fi bərabərdir K lambda. Maksimumun ən böyük tərtibində sinus fi 1'ə bərabər olduğu üçün sinus fi bərabərdir 1 olduğu üçün buradan D bərabərdir K lambda götürürük. Buradan da D bərabər olacaq 4 vurulsun 0,5 mikrometr bərabərdir. Burada 2'də 1'dir. 2'yə vurmaqda o da 2 mikrometr belə. Cavab burada A variantı olacaq. 42'yə baxırıq. Cisimlərin yerə nəzərən hərəkət qrafikləri verilmişdir. Hansı cisimlərlə bağlı hesablama sistemi ətalət hesablama sistemidir? Nədir ətalət hesablama sistemi? Cisim orada ya sükunətdədir, ya da düz xətli bərabər sürət hərəkət edir. Yəni cismin sürəti sabit olmalıdır. Gəlin qrafikləri bir-bir təhlil edək. Birinci qrafikə baxın. Düz xəttdir, x-in t-dən asılılığı. Demək ki, cisim sükunətdədir. Burada heç sürət də yoxdur. Dayanıb da bu cisim hərəkət etmir. Sürəti sıfırdır. Demək, bu ətalət hesablama sistemi sayılır. Biri götürürük. Sayılır soruşurdu, eləmi? Hə. Sonra ikinci qrafikdə x-in t-dən asılılığına baxın. Görürsünüz, koordinat başlanğıcından keçən düz xəttdir. Bunu dərs izahında keçmişdik sizdən. Bu halda V konstantdır. Yəni sabitdir. Sabitdirsə bunu da ətalət hesablama sistemi kimi düşünmək olar. Üçüncü qrafikə baxın. Bu düz xətt deyil və demək olar ki, parabola, hiperbola bunlar olan halda biz bilirik ki, bu bərabər sürətli hərəkət deyil. Sürət dəyişir x-in t-dən asılılığında. Belə əyri xətt olarsa deyirik ki, bu zaman bu ətalət hesablama sistemi deyil. 3'ü çıxırıq. Baxın, 3'ün çıxdığı variantlara baxın. Və 1 ilə 2'nin olduğu variantlar D-ni də çıxırıq. 1 ilə 2 yoxdur burada çünki. 2'də A da yoxdur əslində. Yenə də bir 4-cü qrafikdə təhlil edək. 4-cü qrafikdə deyib, bax, sürət sabitdir. Görürsünüz, V bərabərdir konstant. Görürsünüz, ikinci qrafikdə biz V konstant olan hala ətalət hesablama sistemi götürmüşdük. Deməli, 4'ü də götürməliyik. 5'ə baxın. Görürsünüz, 5'də necədir? Sürət arta gedir. Sürətin qiyməti artır. Görürsünüz. Baxın. Burada sürətin qiyməti artırsa, burada ətalət hesablama sistemindən söz gedə bilməz. Baxın sonuncu 6-cı. Görürsünüz, burada da get-gedə azalır qiymət. Sürətin qiyməti. Burada da heç vaxt ətalət hesablama sistemindən söz gedə bilməz. Birinci, ikinci, dördüncü. Cavab C variantı. Doyan buxarın izotermik sıxılması zamanı onun kütləsi M və sıxlığı ρ necə dəyişər? Əgər izotermik prosesdən söhbət gedirsə, o zaman deyirik ki, temperatur sabitdir. Temperatur sabit qalır. Doyan buxar sabit temperaturda necə olur doyan buxarın sıxlığı, ρ və təzyiqi? Bunlar sabit qalır. Doyan buxarın temperatur sabitdirsə, sıxlığı da, təzyiqi də sabit qalacaq. O artıq maksimum doyma həddindədir. Çünki artıq dəyişmir. Temperaturu, sıxlığı, təzyiqi sabit qalır.
Doyan buxarı izotermik sıxanda onun bir hissəsi mayeyə çevrilir. Doyan buxarda onun müəyyən qədər sıxırıq, bir hissəsi artıq mayeyə çevriləcək bu halda, kondensasiya edəcək. Yəni lakin qalan buxarın sıxlığı dəyişmir. Yerdə qalan o çevrilməyən qalan digər nə qədər dəst buxar varsa, onların sıxlığı dəyişməyəcək. Çünki doyan buxarın sıxlığı yalnız temperaturdan asılıdır. Temperatur sabit qaldığı üçün sıxlıq da elə dəyişməz qalacaq. Kütləsi isə buxar sıxıldıqda onun bir hissəsi mayeyə çevrildiyinə görə qaz fazasında olan, yəni qaz hissəsində olan buxarın kütləsi azalacaq, buxarın miqdarı azalacaq, mayeninki artacaq. Elə bir söhbət buxarın kütləsindən gedir də. Yəni buxar sıxılanda onun bir hissəsi mayeyə çevrilir. Qazda olan buxarın emi də, kütləsi də azalır. Ona görə də deyirik, kütlə azalır, sıxlıq isə dəyişmir. Doğru cavab A variantı olacaq. 44-də baxırıq. Bir cism maqnit sahəsində yerləşmiş 0,4 metr uzunluqlu cəryanlı düz naqilə təsir edən maksimal qüvvə 20 mN-dur. Naqildəki cəryan şiddəti 5 amper olarsa, maqnit induksiya vektorunun modulunu hesablayın. Bizə naqilin uzunluğu verilib. Verilib ki, L bərabərdir 0,4 metr. Maksimal qüvvə F-imiz verilib 20 mN. Bunu da belə çevirək. Əsas vahidi millidirsə 20 vurulsun 10 üstü mənfi 3 Newton olacaq. Cəryan şiddəti də I-də 5 amper verilib. Hansı düsturdan istifadə edəcək? Təbii ki, F bərabərdir. I vur B vur L olacaq. Buradan B-ni tapsaq, F bölünsün, I vurulsun L. Burada verilənləri hesablayaq, yerinə qoyaq. Buradan qüvvəmiz 20 vurulsun 10 üstü mənfi 3-dür. Bölünsün I L-ə. I verilib, L verilib. Yəni 5 vurulsun 10-da 4. Bölünsün 2 eləyəcək. Burada da cavab olacaq 10 vurulsun 10 üstü mənfi 3 Tesla. Bundakı milli ilə yazılıb da orada. Ona görə B bərabərdir 10 milli Tesla. Cavab Y variantı. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cisimlərin mərkəzə qaçma təcilinin çevrənin radiusuna asılıq diaqramı verilmişdir. Bucaq sürətlərinin diaqramın müxtəlif nöqtələrə uyğun qiymətlər arasında hansı münasibət doğrudur? Belə bir düstur var, bu verilənlərə aid. A bərabərdir omega kvadratı R. Bu düsturdan istifadə edəcəyik. A-nın R-dən asılılığı verilib qrafikdə. Omega kvadratını tapaq, omeganı müqayisə edin deyir deyə omeganı tapaq. Omega kvadratı bərabərdir A bölünsün R. Burada yəni qrafikdə verilən hər bir nöqtə üçün A böl R nisbəti həmin nöqtənin bucaq sürətinin kvadratını verir. Kvadrat bərabərdir A böl R, çünki ona görə. Nöqtə 1-ə baxın, görürsünüz. Burada A kiçikdir, R kiçikdir. A-nın da, R-in də ikisinin də kiçik qiymətidir. Nöqtə 2-yə baxın, A-nın böyük, R-in kiçik qiymətidir. A-nın böyük, R-in isə kiçik qiymətidir. Fikir verin. Belə. Nisbəti, burada A böl R nisbəti omega kvadratı ən böyük qiyməti alır. Niyə? Baxın, gəlin belə eləyək də, belə izah edeyim. Bax, tutaq ki, R xəttini görürsünüz. R xəttinin üstündəki nöqtələrə baxın, görürsünüz. Təkcə bir bu hissədir. R xətti üzərində. Bir də budur. 3-dən keçirdim. Sonra A-nın üzərindəki xəttlərə baxın, onda başqa rənglə yazın. Bu tipli testləri belə edirsiniz. A-nın üzərindəki xəttlərə baxın, gördünüz. Ona görə deyir ki, bizə bir nöqtəsi A-nın kiçik qiymət, görürsünüz, A-nın bir ikisi var, bir biri var. A-nın kiçiyidir. Bir nöqtəsi R-in də kiçiyidir, A-nın da kiçiyidir. Amma iki nöqtəsi, görürsünüz, A-nın böyükdür, amma R-in kiçikdir. Yəni A böl R nisbəti, A bölünsün R nisbəti ən böyük qiyməti alır burada. Nöqtə 2-də omega kvadratından gedir söhbət. Nöqtə 3-də A böyükdür, R də böyükdür. İndi gəlin nisbətlərə baxaq. Gəlin yazaq. Omega 1-in kvadratı bərabərdir A1 bölünsün R1. Sonra omega 2-nin kvadratı bərabərdir A2 bölünsün
R2. Omega 3'ün kvadratı bərabərdir. A3 bölünsün R3. Qrafikdən görünür ki, A2 ilə A3 bir-birinə bərabərdir. Görürsünüz, eyni qiymətdir. A2 bərabərdir A3. Düzdürmü? Amma R2 R3-dən nədir? Kiçikdir. R2 kiçikdir R3. Bu halda biz bunu belə yazırıq. Yazılışı bu olacaq. Gəlin bunu başqa rənglə yazım. Olsun bu renk. Burada A2 bölünsün R2 böyük olacaq. A3 bölünsün R3. Bu 2 və 3 nöqtəsinə aiddir də. Ona görə də biz buradan belə qənaətə gəlirik ki, omega 2 böyük olacaq omega 3-dən. Digər tərəfdən 1 və 2 nöqtələrini müqayisə etsək, digər tərəfdən 1 və 2 nöqtələrini müqayisə etsək, gəlin onları da müqayisə edək. Orada R1 bərabərdir R2-yə, görürsünüz. Lakin A2 böyük olur A1-dən. 1 ilə 2-də dedik, A2 A-nın böyük qiymətidir, bir A-nın kiçik qiymətidir ona görə. Buradan da belə qənaətə gəlirik ki, gəlin bunu da buradan belə yazaq. Çəkim başqa rənglə yazım. Qara ilə yazım. Burada da belə olacaq, baxın. A2 bölünsün R2 böyükdür A1 bölünsün R1-dən. Belə olan halda yazırıq omega 2 böyük olacaq omega 1-dən. Gördünüz? Bu zaman omega 1 ilə omega 3-ü görürsünüz ki, bərabər müqayisə eləsək 1 və 3 nöqtələrini müqayisə etsək, onlar eyni düz xətt üzərindədir. Görürsünüz 1 ilə 3 görürsünüz A böl R-dir də. Gördünüz? Ona görə də omega 1 ilə omega 3 omega 1 bərabərdir. Omega 3 eyniliyi doğru olar. Aldığımız nəticəni birləşdirsək, bu nəticəyə gələrik ki, omega 2 böyük olacaq omega 1-dən, o da bərabər olacaq omega 3-ə. Ümid edirəm, mən daha dərinliyə girmək istədim ki, hər nöqtəni ayrı-ayrı təhlil edək. Ümid edirəm, izah edə bildim. 46-ya baxırıq. Kütləsi M olan cisim sükunət vəziyyətinə sabit F qüvvəsinin təsiri ilə hərəkət edir. Hansı qrafik cismin kinetik enerjisinin gedilən yoldan asıllığına uyğundur? İşin görülməsi haqqındakı teoremi xatırlayaq. Deyir ki, cisim üzərində görülən iş onun kinetik enerjisinin dəyişməsinə bərabərdir. Bu da nə deməkdir? Gəlin yazaq. A bərabər olacaq kinetik enerjinin dəyişməsinə delta YK-ya bərabər olacaq. Və əgər cisim sükunətdədirsə, görürsünüz, sükunət vəziyyətindən deyir də başlayır, düzdürmü? Mən demirəm ki, buna şərtdə deyirlər. Deyir ki, sükunətdən başlayır. Sükunətdən başlayırsa, təbii ki, YK 0 nəyə bərabər olacaq? 0-a bərabər olacaq. Onda görülən iş elə kinetik enerjinin özünə bərabər olacaq da. Çünki axı YK çıxılsın, YK 0-dır bunun açılışı. YK 0-da 0-dırsa əgər, avtomatik A bərabər olacaq YK-ya, heç deltaya bərabər olmayacaq. Demək, A-nı YK-ya bərabər etdik. Daha sonra və biz bilirik ki, işimiz nəyə bərabərdir? Qüvvə ilə onun elə bir ki, qət etdiyi məsafəmi deyim, yer dəyişməmi deyim, bax buna bərabər, F S-ə bərabərdir. Və biz bu iki düsturu birləşdirə bilərik, düzdürmü? Gəlin, yazırıq belə. YK bərabərdir F vurulsun S. Düzdürmü? İndi təhlilə keçək. Deyir ki, burada F sabit qüvvədir, düzdürmü? Deməli, kinetik enerji gedilən yolla düz mütənasibdir. Yəni, koordinat başlanğıcından keçən düz xəttdə, yəni riyazi funksiya olaraq Y bərabərdir KX-dir də, belə olmalıdır. Burada, baxaq görə cavab nədir? Görürsünüz, A variantıdır. Görürsünüz, düz mütənasib oldu. 47-yə baxırıq. Bir düz xətt üzrə hərəkət edən iki maddi nöqtənin koordinatın zamandan asılı qrafikləri verilmişdir. Müşahidəyə başlayandan sonraki 4-cü saniyənin sonunda maddi nöqtələr arasındakı məsafəni hesablayın. Deməli, koordinatın zamandan asılı qrafikidir bu. Verilib bizə 2 dənə cismin koordinat qrafikləri verilib. Birinciyə baxırıq, birinci cismə. Birinci cismin, başqa rəng edim. Görürsünüz birinci cismi. Birinci cisim neyiniyib? Birinci cisim 10 saniyə ərzində koordinat başlanğıcından 30 metrə qədər. Ümumiyyətlə, burada x-in tənini yazaq. Standart olaraq x bərabərdir. X0 üstə gəlinsin. VT, düzdürmü? Bunu yadda saxlayaq.
Birinci nöqtəyə tətbiq eləyək bunu əvvəlcə. Birinci nöqtədə görürsüz x0, 1, 0'dır. Bax, koordinat başlanğıcından başlayıb baxa, düzdürmü? x0, 1, 0'dır. Bu 10 saniyə ərzində 30 metr yol gedib, düzdür? 10 saniyə ərzində 30 metr yol gedib. Ona görə biz yazırıq V1 bərabərdir. 30 bölünsün 10 eləyəcək 3. Biz birinci sürəti tapdıqmı? Yazırıq. V1 bərabərdir 3 metr böl saniyə. X1 də X1'i də bildikdə burada əgər V1 verilibsə, X0 1 verilibsə, X1 də məlum məsələdir ki, olacaq 3T-də. Yəni 3T-də gelib də. İkinci cismə baxır. İkinci cisim görürsüz ikinci cismin başlanğıc koordinatı nədir? 60'dır. Gördünüz? 60'dır. O 60'dan 10 saniyə ərzində 30'a gəlib. 60'dan 30'a düşüb. Yəni mənfi 30 metr yerini dəyişib. Bu zaman deyə bilərik ki, V2 bərabərdir 30 çıxılsın 60 böl 10 saniyədə gedib də 10. Buradan da tapırıq V2 bərabərdir mənfi 3 metr böl saniyə. X2'ni necə bilərik burada? Bu zaman da X2 olacaq X0 çıxılsın 3T. Yəni 60 çıxılsın 3T. İndi 4-cü saniyənin sonuna tətbiq edək bunu. 4'ün T bərabərdir 4 üçün. T bərabərdir 4 saniyə üçün tapaq. X1 bərabərdir 3 vurulsun 4 olacaq. Baxın X vurulsun görürsünüz. X1 tapdıq 3 idi. T'nin yerinə qoyduq 4 oldu. X2 bərabərdir 60 çıxılsın 3 vurulsun 4 olacaq. Bu da 60 çıxılsın 12 bərabərdir 48 metr. X2'ni tapdıq, X1'i tapdıq. İndi aralarındakı məsafəni soruşur. Məsafə deyirsə, bunlar hara getdi? Mən yazmışdım burada. Necə oldu? Niyə geri qayıtdı? Nə? Hə. X1'i tapdıq, X2'ni tapdıq. Məsafə deyirsə modula salırıq. X2 çıxılsın X1. O da bərabərdir 48 çıxılsın 12. Cavab edəcək 36 metr. Deməli 4-cü saniyənin sonunda 36 metr A variantı cavab A olacaq.